Doğru bilinən yanlışlarda bugün saçlar haqqında danışmaq istərdim. Xalq arasında yayılmış belə bir fikir var ki, əgər saçları ucundan tez-tez kəssən, daha tez uzanır. Bəs doğrudan da bu belədirmi? İnsan orqanizmi, fiziologiyası, biologiyası bizə göstərir ki, əslində bunun uzanma ilə elə də bir əlaqəsi yoxdur. Çünki saçı uzadan hissə saçın mərkəzidir. Yəni baş dərisində olan saç folikullarıdır. Məhz bu dip hissədən saç böyüməyə başlayır, daha sonra isə baş dərisindən çıxaraq uzanır. Və bu normal bir prosesdir. Bu proses əvvəlcə saçın böyüməsi, sonda isə saç folikullarının funksiyasını itirməsi və saçın tökülməsi ilə nəticələnir. Ancaq daha sonra bu baş dərisindən çıxan gördüyümüz uzanmış hissə isə ölü keratin hüceyrələrindən ibarət bir hissədir və burada hər hansı bir metabolik aktivlik yoxdur. Necə ki, ağacı kəsdikdən və o ağacdan odun düzəltdikdən sonra o odunda hər hansısa bir böyümə, inkişaf prosesləri getmədiyi kimi, eynilə də uzanmış bu saçda da getmir. Sadəcə burada nə baş verə bilər? Saçların uclarında qırılma müşahidə olunur. Bəs o zaman nəyə görə biz belə fikirləşirik ki, saçları tez-tez kəsəndə uzanır, tez uzanırmış kimi effekt yaranır? Bu daha çox optik səbəblərlə bağlıdır. Belə ki, qırılmış saç hissələrini saçın uclarından kənarlaşdırdıqdan sonra daha gözəl, sağlam görüntü ortaya çıxır müəyyən qədər. Və bundan da əlavə biz nizamlı, baxımlı yanaşdığımıza görə saçlara və onların uzanmasını daha yaxşı, daha yaxından izləyə bilirik və bizə elə gəlir ki, saç daha sürətli uzandı. Əslində isə normal uzanır. Amma təbii ki, bəzi faktorlar vardır ki, bunlar saçın uzanmasını ləngidə bilər. Bu tez-tez kəsilmə ilə əlaqədar deyil. Bu daha çox hər hansısa bir vitamin və yaxud da hər hansısa bir bədənə lazımlı maddənin çatışmazlığı ilə ola bilər, yaxud stressdə, müəyyən xəstəliklərdə, bəzi dərmanların qəbulundan sonra saçın uzanmasında ləngimə və yaxud da saçın uzanmasında artış müşahidə oluna bilər. İzlədiyiniz üçün təşəkkür edirəm.